Əvvəla hamını salamlayıram, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə psixoloji sağlamlıq və uşaq psixologiyası haqqında danışacağıq. Psixoloji sağlamlıq fiziki sağlamlıq qədər həyati əhəmiyyət daşıyır. Amma xüsusilə rayon və qəsəbə yerlərində bu sahəyə kifayət qədər diqqət ayrılmır. Bir çox valideyn uşaqla baş verən dəyişiklikləri uşaq kaprizləri kimi qəbul eləyir. Ailə daxili gərginliklər isə hər evdə olur sözü altında keçişdirilir. Halbuki bu sadə görünən hallar bəzən diqqət çatışmamazlığı, travma, depressiya, öyrənmə pozuntusu kimi ciddi psixoloji pozuntulara səbəbiyyət verir. Bugünkü buraxılışımızda əsas sual budur ki, psixoloji yardım niyə bu qədər önəmlidir? Valideyn ev şəraitində hansı əlamətlərə uyğun olaraq uşağını bir mütəxəssisə aparmalıdır və ya aparmamalıdır? Elə bu sualları cavablandırmaq və sizi maarifləndirmək üçün qonağım uşaq və yeniyetmələrlə çalışan, eyni zamanda rayon şəraitində psixoloji dəstəyin önəmli təbliğ edən bir mütəxəssis psixoloq Zöhrə Babazadədir. Mən klinik psixoloq Ramilə Həsənova. Bura Hipokrat dənizi kanalıdır. Burada biz elmə, sağlamlığa və cəmiyyətə dəyər veririk. Gəlin birlikdə öyrənək, müzakirə edək, bəlkə də kiminsə həyatına müsbət bir toxunuş edə bilərik ki, bu bizim üçün çox sevindirici hal olar. Və mən suallarımı Zöhrə xanıma vermək istəyirəm bugün. İstəyirəm ki, Zöhrə xanım da bizi maarifləndirsin. Yəni rayonda bir psixoloq olmağın çətinlikləri haqqında da həm danışsın. Bilirsiniz yəqin ki, bəzi türkcə deyəcəm bunu kırsal alanlarda psixologiya elminə inanış zəifdir. Çünki ailələr əvvəldən və yaxud da insanlar əvvəldən dərman müalicəsi adı altında uşaqlarını həkimə aparırdılar. Amma bu nə yazıq ki, günümüzdə belə deyil. İlk sualım əslində mövzumuzla əlaqəli olacaq. Rayon psixoloqu olmaq hansı çətinlikləri və gözəllikləri özündə daşıyır? Xoş gördük. Mən də salamlayıram hamınızı. Bu çox gözəl bir sualdır və eyni zamanda yerində bir sualdır. Rayon psixoloqu olmaq mənə görə həm özündə çətinlikləri birləşdirir, həm də özündə gözəllikləri birləşdirir. Bizim şəhər psixoloqlarından fərqimiz odur ki, şəhərdə bu işlər bəzən komanda şəklində aparıla bilir, amma burada bəzən çatışmır bu və tək psixoloq olaraq fəaliyyət göstərmək zorunda qalmırsan və başqa şəkildə də pedaqoq olaraq da çıxış eləyə bilirsən. Bəli, pedaqoq olaraq da, hətta müəllim olaraq da çıxış eləyə bilirsən. Bu baxımdan biraz çətindir. Bir də mənim üçün rayonda psixoloq olmağın ən çətin tərəfi buradakı düşüncə, stigma. Bu bilirsiniz necədir burada? İnsanlar düşünür ki, psixoloqa getmək çox utandırıcı bir şeydir, ayıb bir şeydir, gizlədilməli məsələdir, zəiflik məsələsidir. Bu düşüncələrə burada daha çox rast gəlinə bilər. Düzdür, bu düşüncələri dəyişmək mümkündür. Dəyişmək olur da. Sadəcə bu biraz səbr tələb edir. Düşünün ki, biz hər seans öncəsi valideynlə işimizi danışırıq ki, biz bu işi görürük. Hər dəfəsində valideynləri maarifləndirmək məcburiyyətində qalırıq da, yəni belə deyək. Bu da bizdə ekstra bir səbr, əlavə izahlar tələb edir. Bu baxımdan çətindir, bəli. Bir də mənim üçün ən belə deyək də mənim üçün ən çətin tərəfi odur ki, burada inkişaf mövzusunda biz özümüzü inkişaf etdirmək üçün burada o qədər imkanlar yoxdur. Daha çox şəhərdə keçirilir məsələn təlimlər, konfranslar. Biz bu baxımdan biraz təcrid olunuruq da, yəni kənarda qalırıq. Bunun üçün təbii ki, biz artıq şəhərə getmək məcburiyyətində qalırıq. Düzdür, gedirik, amma yenə də burada olsaydı çətin olmazdı. Əlbəttə ki, daha yaxşı olardı. Gözəl tərəflərinə keçək. Gözəl tərəfləri mənim üçün daha çoxdur. Saydıqca saya bilərəm, amma ən gözəl tərəfi mənə görə odur ki, elə ailələr var ki, onların ilk psixoloqu biz oluruq. Çünki onlar bu mövzuda anlayışsızdır. Düşünün ki, bir ailənin psixologiya mövzusunda bunu anlama tarixində siz ilk addım atırsınız. Yəni ilk toxunan əl siz olursunuz. Yəni, çox gözəl bir şeydir əslində. Mənə görə bu çox gözəl bir şeydir. Unudulmaz bir şeydir mənim üçün. Yəni bu hissi mən ən çox sevdiyim bu hissdir. Yəni onlara bir qatqımız deyil və heç vaxt da biz yadından çıxartmırlar təbii ki. Yəni rayon psixoloq olmağın həqiqətən gözəl tərəfi budur. Bundan əlavə burada fərqli bir inanc yaranır bir yerdən sonra. Yəni bu inancı yaratmağa bacarandan sonra siz artıq onlar sizə psixoloq kimi yanaşmır, güvənilən bir insan kimi yanaşır. Ailəsindən biri kimi yanaşır. Arada müəyyən bağlar yaranır. Sizə güvənilən bir insan kimi yanaşır. Sizə hər yeri dəyişən bir insan kimi baxır. Təbii ki, bu da bizim özümüzün daxili inkişafımız üçün böyük bir motivasiyadır. Əslində buna uyğun olaraq çox qəşəng bir sualım var sizə. Rayon yerlərində hələ də psixoloqa müraciət etmək bu böyüklər üçün əslində keçərlidir və ailələr üçün keçərlidir. Psixoloqa müraciət etmək ayıb və zəiflikmiş kimi görsənir. Sizcə bunu dəyişdirmək üçün nə edə bilərik?
Məncə bunun dəyişdirilməsi üçün ən əsas vacib məsələ maarifləndirmə işlərinin aparılmasıdır. Bu məktəblərdən də başlaya bilər, hətta bağçalardan da başlaya bilər. Valideynlərlə görüş keçirilə bilər. Bu, yəni görüşlər müəyyən başlıqlar altında hazırlana bilər və məncə bu formada hazırlansa və hətta rayon icra hakimiyyətləri də bu tək bu rayon yox, başqa rayonlarda, yəni Bir də mənim düşüncəmə görə bunu uşaq xəstəxanalarında da eləməlidirlər və yaxud da doğum evləri mi deyirlər və s. bunlarda da eləsələr məncə daha yaxşı olar. əlbəttə ki, yəni əslində valideynlər maarifləndirilsə və yaxud da ki, hətta övlad sahibi olmadan əvvəl maarifləndirilsə, bu gün bəlkə də bu qədər problem olmaz psixoloqa müraciət etmək məsələsi. Belə bir sualım da var ki, hər bir narahatçılıq üçün psixoloqa müraciət mi etməlidir valideyn və yaxud da hər hansı bir insan, yoxsa biraz daha necə deyim, bəzi hallarda gözləm etməyi, sonra psixoloqa müraciət etmək lazımdır? Təbii ki, hər xırda məsələ valideynləri qorxutmamalıdır ki, mən mütləq psixoloqa müraciət etməliyəm. İlk öncə tövsiyə edərdim ki, bir müddət müşahidə aparsınlar. Tutaq ki, uşaqlarının davranışında bir fərqlilik hiss edirlər və bu fərqliliklər nələr ola bilər? Gəlirik bu mövzuya, normal və qeyri-normal davranışlar. Əgər qeyri-normal davranış görərlərsə valideynlər, qeyri-normal davranışlar biz nəyə deyirik? Əksər insanlar tərəfindən sərgilənməyən davranışlarda, yəni bu davranışları görəriksə uşağımızda, məsəl üçün belə izah edeyim misallarla. Tutaq ki, çox sakit bir uşaqdır və uşaq anidən davranış dəyişikliyi yaşayır, çox aqressiv olur və çox hərəkətli olur, ya da tam əksinə, çox hərəkətli bir uşaqdır, birdən-birə özünə qapanır, heç hərəkət eləmir də, yəni hərəkətsiz olur. Bu təbii ki, bir müddət davam edərsə, müşahidələr əsasən valideyn müşahidə etməlidir. Bir müddət davam edərsə, tövsiyə onlardır ki, bir mütəxəssis dəstəyi alsın. Mütəxəssis yoxlanışında olsun. Belə deyim, valideynlər hansı əlamətlərə əsaslanaraq, əsasən hansı əlamətlərə əsaslanaraq bir mütəxəssisə müraciət eləməlidirlər? Dediyim kimi, bayaq az öncə izah etdiyim kimi, kəskin davranış dəyişiklikləri yaşayırsa uşaqlar, kəskin emosional partlamalar yaşayırsa, məsələn, uşaq qəfildən ağlayır səbəbsiz yerə və yaxud da kiçik sadə şeylərə çox şiddətli reaksiyalar göstərir, qışqırır, küsür, inciyir. Bu, yəni bunlar Yemək yemir və yemək s. pozuntuları da təbii ki, yuxu pozuntuları, kabuslar görürsə, birdən-birə gecələr yuxudan ayılırsa, davranış çətinliyi yaşayırsa, məsələn, məktəbdə hər hansı bir dostları ilə ünsiyyət qura bilmir və yaxud da ki, dava-dalaş nəticəsində hər zaman ünsiyyət qura bilir də, yəni bu formada yaxınlaşır. Və yaxud da bəzi uşaqlarda belə bir şeylər olur, uşaq çox yaxşı savadlı olur və yaxud da dərsini öyrənir, amma müəllim dərsə qaldıranda və s. kim öyrənib deyə soruşanda daha arxa planda qalır və önə çıxmaq istəmir. Həyəcan və stres, həddindən artıq həyəcanlanırsa, həddindən artıq stres yaşayırsa, təbii ki, bu da onu əngəlləyir. Bu da müraciət olunmalı səbəblərdən biridir əslində. Çünki o təkcə məktəblə qısıtlanmır da, o gələcəkdə də onun digər öz həyatında inkişaf boyu, yəni ona təsir göstərir bu. Bundan başqa obsessiv fikirlər, obsessiv düşüncələr, təkrarlanan hərəkətlər, bunlar təbii ki, görülürsə, tövsiyə edərdim ki, valideynlər ilk öncə bir qeyd dəftəri götürməlidir özləri üçün və bu qeyd eləməlidirlər ki, bu davranışlar necə, hansı sıxlıqlarla təkrarlanır. Amma yəni hal-hazırdakı ailələrdə yəni gördüyüm qədərinə və dəyərləndiyim qədərdən deyirəm və əslində hamıya da şamil etmirəm, amma uşaqlara qarşı bir qeyd dəftəri götürmək və s. maddi sıxıntılar, ailəvi vəziyyətlər, evin işləri və s. valideynlər üçün lazımsız lüks halına gəlir bir yerdən sonra. Ona görə məncə sizin tövsiyələrinizə qulaq assalar çox yaxşı olar. Amma ən sağlam, yəni deyəcəyim tövsiyə də bu ki, çünki hər xırda hər dəfə bir dəfə təkrarlanan bir deyək ki, davranış bizim üçün o simptom sayılmır. Ona görə qeyd dəftəri tutmalıdır valideyn ki, bu davranış nə qədər sıxlıqla, nə qədər müddətdə, hansı məkanlarda baş verir. Ən az 2 həftədən, 3 həftədən çox davam edirsə, artıq bu bir işarədir ki, mütəxəssisə müraciət olunmalıdır. Və təbii ki, biz də bu dəyərləndiririk və bu dəyərləndirmələr də bu simptomların göstəricilər əsasında həyata keçirilir də, belə deyək. Sizə belə bir sual da verim. Hansı yaş aralığında uşaqların ən çox emosional dəstəyə ehtiyacı olur? Emosional dəstəyə əslində uşaqların bütün inkişaf mərhələlərində ehtiyacı var. Amma deyərdim ki, 2 mərhələ var ki, burada daha çox ehtiyac duyur uşaqlar. Birinci 0-3 yaş erkən uşaqlıq dövründə, bir də 12-18 yaş yeniyetməlik dövründə. Maslovun ehtiyaclar piramidasına uyğun olaraq. Yəni bu formada deyərdim mən. Çünki 0-3 yaş uşaqlar o dövrdə ki, uşaq bu dövrdə təhlükəsizlik hissini öyrənir, emosional bağlanma hissini öyrənir. Yəni ata-anası ilə, ona baxım verən baxıcısı ilə aralarında emosional bağlar yaranır.
Bu dövrdə yetəri qədər emosional dəstək almayan, təbii ki, valideynlərindən yetəri qədər emosional dəstək almayan uşaqlar özlərini güvəndə hiss eləməməyə başlayırlar və bu da onların sosial münasibətlərində çətinlik yaratmağa başlayır. Eyni şəkildə 12-18 yaş arasında da yeniyetməlik dövründə. Bu Ən dövr, çətin dövrlər. bəli, bu dövr belə deyək də özünü tanıma dövrü, özünü təsdiq etmə dövrü bu dövr kimi qiymətləndirilir. Belə qiymətləndirilir, yəni. Bu dövrdə Onsuz da toplumumuzun əksəriyyətində, hətta deyərdim ki, bizim yaş aralığımızda 90-cı illər aralığının çoxsunda təsdiq problemi var. bəli, Ciddən bizim dövrün əvvəlki dövrləri falan bu dövrə əsasən bu keçmiş dövrə daha əsasən keçmişə baxanda, yəni 90 dövrü yəni 90 dövründə bir insanların çox faizində bir təsdiq problemi bəli, var. özünü təsdiq etməyə çalışırlar və özgüvən əksikliyi yaşayırlar. Aha. Məncə bu da ailədən qaynaqlanır. Təbii ki, hər şey oradan Və bu qaynaqlandığı ömür boyu da kimi davam edir. davam eləyir. İş həyatında, ailə Bəli. həyatında, sevgi münasibətlərində və s. Özünü göstərir. Biz Bir əksərincə reabilitasiya mərkəzinə dönür. və 12-18 yaş arasında buradan yaranır. O uşaqlar valideynlərdən anlayış gözləyirlər. Bəzən valideynlər anlayışlı olmurlar təbii ki. Və bu dövrdə də əgər valideynlər övladlarına emosional dəstək göstərməzlərsə, sonda nə olur? Yeniyetmə, həmin şəxs, fərd özünü qapanma yaşayır, stres yaşayır, aqressivləşir və belə davam edir. Çünki emosional dəstək bütün yaş dövrlərində lazımdır, təbii ki, dediyimiz kimi və emosional dəstək davamlı və fasiləsiz olmalıdır. Çünki uşaqların yaş dövrünə görə ehtiyacları dəyişir, amma biz onlara hər zaman emosional dəstək göstərməliyik də, yəni. Bitmir. Yəqin ki, bilirsiniz, mən əksəriyyətində böyüklərlə işləyirəm. Mən müraciət edən insanlarda əsasən çoxsunda təsdiq problemi olur. Özlərini bir nevi günahkar kimi hiss eləyirlər. Yəni bir işə başlayanda və s. ancaq təsdiq axtarırlar və bunun dərininə enəndə görürəm ki, ailələrində, keçmiş həyatlarında məsələn hər hansı bir dərsdən nailiyyət qazanıb, amma valideyn onu yetəri qədər, belə deyim, təqdir eləməyib və s. Deyir ki, məsələn, bir pasiyentim var, deyir ki, mən dedi, universitetə çox yüksək bir balla qəbul olmuşdum, amma bunu valideynimə təqdim eləyəndə valideyn bir kəlmə dedi ki, nə olsun, 700 bal deyil. Bunların əsasən gəlib sonraki dövrlərdə 30 yaş aralığında, 20-30 yaş aralığında və daha uzun müddətli yaş dövrlərində çox ciddi bir təsdiq probleminə çevrilir. Bu münasibətlərində də belə olur, ailə münasibətlərində də, iş və dost münasibətlərində. Belə bir sual da verim. Normal və qeyri-normal davranış arasındakı sərhədi evdə valideynlər necə başa düşə bilər və yaxud da necə o sərhədi ayırda bilər ki, bu hərəkət normaldır və bu hərəkət qeyri-normaldır. Çünki bəzi uşaqlar, necə deyim, bəzən ailənin tək nəvəsi olur, ailənin neçə illər sonra uşağı olur və yaxud da biraz ərköyün böyüdürlər. Ona görə onlarda valideynlər, məsələn, elə uşaqlarda və yaxud da uşaq vaxtı travma almış bir uşaqdan normal və qeyri-normal hərəkəti necə ayırd edə bilər? O sərhədi necə qoya bilərlər? Ümumiyyətlə normal və qeyri-normal davranışlar bunlar dəyişir. Mühitə görə, şəraitə görə, insanlara görə, yaşadığı məkana görə. Çünki hər bir ortamın, hər bir cəmiyyətin özünün müəyyən qaydaları var və belə deyək də, əksər insanlar tərəfindən qəbul olunan qaydalar, hər hansısa bir davranış əksər insanlar tərəfindən qəbul olunan qaydaları pozursa, biz bunu qeyri-normal davranış kimi dəyərləndiririk. Və yaxud da ki, belə deyək ki, məsələn, hallusinasiyalar. Bunu təbii ki, biz qeyri-normal davranış kimi qiymətləndiririk, çünki bu əksər insanlarda baş vermir. Bu normal davranış və qeyri-normal davranış arasındakı sərhəd də məncə bu şəkildə təyin olunmalıdır. Əslində bunu təyin etmək çox da asan bir şey deyil. Burada da valideynin üzərinə düşən əsas məsələ müşahidə eləmək olur. Ola bilər ki, belə deyək, 5 uşağın davranışını müşahidə edib, bu davranışın hansının normal, hansının qeyri-normal olduğunu nəticə şəkildə çıxara bilər. Təbii ki, qeyri-normal olanda artıq biz davranış çətinlikləri yaşayan uşaqlardır bunlar. Dəstəyə ehtiyac duyurlar onlar. Başa düşdüm. Evdə məsələn valideynlərin edə biləcəyi sadə oyun terapiyası və yaxud da məşğələ varmı? Buradan valideynlərimizə belə bir şey demək istəyirəm. Çox gözəl sualdır həqiqətən. Təbii ki var.
Biz ev şəraitində də ümumiyyətlə oyun terapiyası, uşaqların oyuncaq və oyunla öz hisslərini ifadə eləmə, özlərini yaxşı anlama, stresslərini azaltma bir Bu əslində elmi metodudur. tərəfdən də bir art terapiya sayılır. Eyni zamanda da oyun terapiyası. Hı-hı. Yəni oyun terapiyası biz adətən bunu oyuncaqlarla fərqli formalarda eləyə bilərik. Bu peşəkar dəstəkdən əlavə təbii ki, evdə də bununla məşğul ola bilər valideynlər. Bunun üçün də kiçik məşğələlər, tövsiyələr verə bilərik valideynlərə. İlk öncə bu oyunun adı uşaq üçün maraqlı olmalıdır. Çünki onları dəvət edərkən oyuna tutaq ki, gəl filan şeyi oynayaq. Bunun adını bildirikdə. Məsələn, mənim rəngli hisslərim deyə bilərik buna. Bunun üçün bizə lazımdır A4 kağızlar və rəngli karandaşlar. Çox belə deyək, böyük bir vəsait tələb eləmir. Əlbəttə ki, yəni hamının Hər evdə var evində artıq bu var oyunlar, artıq. bəli. Bu oyunu necə hazırlaya bilərik? Valideyn oturur və uşağını kağızı belə deyək, qoyuruq uşağımızın önünə və başlayırıq rəsm çəkməyə. Bu rəsmi necə çəkdik? Ona suallar verərək ki, sən bu gün özünü necə hiss elədin? Tutaq ki, xoşbəxt, əsəbi, bunu hansı rənglə, hansı formada çəkmək istəyirsən? Və başlayırıq rəsmlər çəkməyə. Uşaq təxəyyülü, o istədiyi formada şəkillər çəkə bilər, istədiyi formada rəngləyə bilər. Daha sonra bu rəsmimiz bitəndən sonra rəsm üzərində söhbət eləməyə başlayırıq ki, məsəl üçün qorxu çəkib. Tutaq ki, qırmızı rəngdə qorxu çəkib ki, bu qırmızı burada nədir? Qorxu. Niyə Burada sənin nə hiss üçün elədin? Necə qırmızı hiss qorxudur? elədin? Aha, necə hiss elədin? Bu bizim uşaqlarımızın belə deyək də duyğularını həm də vizual formada ifadə eləmələri deməkdir. Başqa sadə barmaq kuklaları olur da indi. O barmaq kuklaları hər evdə olmaya da bilər. Bunun yerinə corablardan da kuklalar düzəldə bilər valideynlər. Biz bir neçə kukla hazırlaya bilərik və sonra bu əhval kuklaları da deyə bilərik, duyğu kuklaları da deyə bilərik bu oyunun adına ki, məsəl üçün gəl filan oyunu oynayaq. Əvvəl bu şeylər daha çox idi deyə düşünürəm. İndi daha azdır. Yəni uşaqların əlinə telefon, kompüter, planşet və yaxud da televizor. Amma bunu edən valideynlər də var. Yəni nadir, çox az da olsa, bunları tətbiq edən valideynlər də var. Yəni bu tip uşaqlarda görürük. Bu kuklalarla çox maraqlıdır oyun həqiqətən. Hər kuklanı bir ad veririk. Amma bu adlar duyğularımızın adları olur. Biri qorxaq olur, biri utancaqlıq olur, biri əsəbi, biri xoşbəxt və başlayırıq hərə öz hekayəsini qurmağa. Məsəl üçün mən qorxaq kuklanı götürdüm. Qorxaq kuklaya necə kömək edə bilərəm? Burada uşaq öz hisslərini ifadə etməyə öyrənir. Yəni belə gözəl şeyləri niyə görə arxa plana atdılar indiki dövrdə heç bilmirəm. Belə bir sualım da var sizə. Məsələn, el arasında deyirlər ki, bu uşaq çox sakitdir, başını aşağı salır, heç kimlə danışmır, səs salmır kimi əlamətləri var. Bu əlamətlər sizcə necə yanaşmaq lazımdır? Bir psixoloji problem kimi, yoxsa bir sendrom kimi, ya normal hal kimi? Əslində buradakı sakitliklə susqunluq arasındakı fərqi bilmək lazımdır məncə. Əslində belə bir ifadə də var. Deyir ki, uşaq nə qədər dəcəl olarsa, o qədər ağıllı olar. Əslində mənə elə gəlir ki, bu uşaq sakitdir, məktəbdə səsi çıxmır, evdə ana incitmir, robot kimi, kim nədir onu eləyir. Mən bunu təbii ki, düzgün bulmuram. Uşaq yaşına görə müəyyən dəcəllikləri də eləməlidir. Bir şey də sizdən soruşmaq istəyirəm. Ailə daxili konfliktlərdə uşaq psixologiyasının təsirinə, yəni uşaq psixologiyasına nə dərəcədə bir təsiri olur? Bu da çox maraqlı bir mövzudur. Ailə daxili konfliktlər həqiqətən uşaq psixologiyasına dərin təsir göstərə bilər. Bəzən valideynlər düşünür ki, o eşitmir, başa düşmür, amma uşaq başa düşməsə belə emosiyaları dərk edə bilər. Ailə-daxili münasibətlərdə o ana-ata arasındakı səs tonunun qalxmasını belə uşaq hiss edib anlaya bilər. Çünki o ailə atmosferi var da, oradakı o atmosferdəki gərginlik təbii ki, uşağı narahat edə bilər. Və mən hər zaman bunu praktikada tövsiyə edirəm. Normal bir şeydir, insanlar anlaşmaya bilər və biz bunu uşağa da ifadə etməliyik ki, tutaq ki, ana və ata dalaşıb deyək ki, səs tonları yüksəlib və təbii ki, uşaq bundan qorxur. Qorxarkən onda başqa narahatlıqlar yaranır. Bunu vurğulayaq öncə. Uşaqda qorxular yaranmağa başlayar, özünü dəyərsiz hiss etməyə başlayar. Bundan sonra yuxu pozuntuları yaşaya bilər, kabuslar görməyə başlaya bilər, öyrənməsində hətta çətinlik yarana bilər, diqqət problemləri yarana bilər. Bu problemlərin yaranmaması üçün nə edirik? Valideynlər nə etməlidir? Bu münaqişələr yaşadıkları zamanı, konfliktlər yaşadığı zaman uşağımıza yaxınlaşırıq və deyirik, bilirəm, biz böyüklər bəzən fikir ayrılıqları yaşaya bilərik. Bilirəm, sən qorxdun,
səsimiz yüksək oldu. Təsdiqləmək lazımdır. Yəni uşağın fikirlərini Aydın. önəmsədiyimizi göstərmək lazımdır Eynən. onlara. Və aydınlığa qovuşturmaq Bəli. lazımdır bir Ən şəkildə. əsas önəmli məsələdir ki, barışdıqlarını da göstərməlidirlər. Yəni dalaşdığımızı görürsə uşaq barışdığımızı da görsün və bu hər zaman bunun belə sonlanacağını da belə deyək də beynində təsəvvür eləsin. Erkən yaşda autizm, Asperger və spektr pozuntularını evdə necə müşahidə etmək lazımdır? Yəni hansı ilk simptomlardan buna diqqət etməliyik? Bu çox vacib və həssas bir mövzudur. Avtizm spektr pozuntusu, o cümlədən Asperger sindromu erkən yaşlarda müşahidə oluna bilən neyroinkişaf pozuntusudur. Bu zaman valideynlərin əsas belə deyək də üzərinə düşən vəzifə bu simptomlara diqqət etməli, yəni bunları müşahidə etmələri və əgər müşahidə edirlərsə erkən müdaxilə göstərmələridir. Çünki erkən müdaxilə və terapiya bu diaqnozlarda şəxsin gələcək inkişafı üçün həyati əhəmiyyət daşıyır. Avtizm spektr pozuntusu simptomları hansılardır? Biz bunları 3 qrup altında birləşdirə bilərik. Sosial münasibətlərdə olan çətinlik, dil inkişaf problemləri, davranışsal hərəkətlərdə olan problemlər. Məsəl üçün göz təması qurmur. Göz təması ya yoxdur, ya zəifdir. Adına reaksiya vermir, eşidir amma cavab vermir. Fiziki təması sevmir, öpmək, qucaqlamaq, yəni ona icazə vermir, toxunmağa icazə vermir. Eyni zamanda dil və ünsiyyət problemləri yaşaya bilər. Yəni gec danışa bilər və yaxud da danışır, amma ixalalik təkrarlayır. Məsələn, sual verirsən, sualı təkrarlayır cavab vermək əvəzinə. Bundan əlavə nitqdən yəni ünsiyyət vasitəsi kimi istifadə etmirlər. Evdə davranışlarında da görə bilərik biz bunu. Məsəl üçün oyuncaq maşını sürmək əvəzinə təkərlərini fırladır. İrəli-geri hərəkətlər eləyir, fırlanır, çırpınır və s. kimi və bu hərəkətlər bir dəfə yox, davamlı təkrarlayır. Əgər bu hərəkətlər müşahidə olunursa, bu bizim üçün bir siqnal ola bilər. Yəni mütəxəssisə müraciət etmək mütləqdir. Asperger sindromu da autizmlə belə fərqləndiririk ki, Asperger sindromunda nitq və dil inkişafı və intellektual inkişafda problem yaşamırlar. Onlar normal olur və hətta üstün olurlar. Amma onların fərqlilikləri də budur ki, məsələn, deyək ki, 4 yaşında Asperger sindromu bir uşaq yalnız bir ölkəyə, o ölkənin bayraqlarına maraq salır. Yəni bir mövzuya dərin maraq salırlar. Və bundan əlavə də onların nitqləri olur, amma robotvari, monoton, fərqli olur yəni biraz. Çox təşəkkür edirəm sizə bugünkü bu suallarınızı aydınlatdığınız üçün. Bəlkə də biz valideynlərə bu mövzuda biraz da olsa işıq olaraq, biraz da olsa maariflənə bilərlər bu sayədə. Sizə öz kitabımdan gətirmişəm. Kitabım əslində psixoloqlar üçün, psixologiya yeni bitirən tələbələr üçün və s. bir bələdçidir. Biz məsələn ola bilər ki, psixologiyanı bitiririk və yaxud da bir kurs bitiririk, amma qarşımızdakı insana nə suallar verəcəyimizi bilmirik. Necə tip insanlara hansı suallar verəcəyimizi bilmirik və ən əsası psixologiyanın etik kodeksidir bizim üçün önəmli olan. Bu bələdçinin içində biz qarşımızdakı pasiyentə, qarşımızdakı insana, hətta özümüzə belə verəcəyimiz suallar mövcuddur. Buyurun. Çox təşəkkür edirəm. Və həqiqətən də bugün bizə vaxtınızı ayırdığınız üçün çox təşəkkür edirəm. Sağ olun. İnşallah yenə də görüşərik. İnşallah yenə də görüşərik. Çox sağ olun.